Esma'nın qulaqçığına baxın. Qulağı ağrıyır. Qulağına soyuq olmasın deyə belə metod tapmışıq. Esma saat neçədir? Saat 5'dir. Birazdan ata gələcək. Gecə ata gələnə çıxaq evə. Tez lapışıyor böyle ama. Nə? Tez lapışamıyor. Bu dəfə Berqanın çayını aldım. Həmişə beta alırdım, üzərində gəmi olan. Bu dəfə də dedim, artıq öyrəşmişik ona. Ağzımızın dadını dəyişək. Berqa almışam. Bir də şəkər tozu olaraq mən ancaq bunu istifadə edirəm. Böyüyü yox idi, ona görə də belə kiçik 4 ədəd aldım. Qatılaşdırılmış süd aldım. Bir də mən burada qost yazılanı alıram. Çox dadlı olur. Siz də alanda diqqət eləsəz və dadını yoxlasaz, məncə bəyənəcəksiniz. Dad olaraq, yəni bunlar çox qəşəng olur. Çörək aldım. Bu arada mən alışverişi Sumqayıtda Seda marketdən eləmişəm. Mən uzun büyü bunu istifadə edirəm. Sultanın premium ekstra uzun basmati büyüsündən alıram və çox bəyənirəm. Bunu Əsma götürüb, nə vaxt götürüb, xəbərim yox, indi görürəm. Heç kassada da fikir verməmişəm. Sonra bir də belə qaymaq götürdüm. Ola bilər ki, bir şey hazırlayaram, əlimin altında olsun. Mən də belə kiçik ölçüdə olmağı daha yaxşı oldu. Sonra uşaqların məşhur sevimli lilisi. Bu formada satırdılar. Əsmaya dedim götürüb koyarım buzluğa. Salfetka götürdüm. 2 ədəd. Yaş salfetka götürdüm 2 ədəd. Bu arada bu yaş salfetkalar da indirimdəydi. 1 manat 30 qəpik idi. İçərisində də neçə ədəddir? Baxın deyəcəm sizə 120 ədəd. Rulon salfetlər götürdüm. Bunlar da indirimdəydi. 2.30 ayda 4 ədəd götürdüm. Bizim evdən ərzaqdan daha çox salfetka istifadə olunur. Bunu gördü salfetkanı böyle bol almışam. Bingo tabletini götürdüm. Bu da 16 manat 30 qəpik idi səhv eləmirəmsəm. Enidor'un belə saç tökülməsinə qarşı şampununu almışam. Saçım dəhşət, yəni dəhşətli dərəcədə tökülür. Bilmirəm, yoxlayaraq görürüm necə təsir edəcək. Bir dənə Rexona. Daha sonra Əsma belə 6 yatışqanlı diş fırçası istədi. Bunu götürdük. Bir də belə diş pastası Əsma üçün. Deməli nə qədər xərclədik? 45 manat 37 qəpik. Yəni bu məbləğ ərzağa aid deyil. Yalnız salfetka, şampun, qab tableti, yəni bunlara aiddir. Uşaqların çekini bilmirəm hara qoymuşam. Seda marketdə belə deyim də ərzaqlar 1-ci mərtəbədədir, digər məhsullar 2-ci mərtəbədədir. Ona görə də hər birinin çeki ayrı-ayrı vurulur. Ərzaqları aldığım çeki qiymətini belə deyim də təxmini 43 manat nə qədərsə tutmuşdur. Yəni ərzaq da nə almışam, özünüz görürsünüz də yəqin ki, pesokdur, çaydır, düyü, yəni elə bir şey də almamışam.
Indi baxır. İndi bir dənə Evə gələndə yol üstü Faberlikə mənə məhsullar gəlmişdi. Onları da götürdüm. Əsma üçün belə şampun sifariş elədim. Balzamla şampun ikisi bir aradadır. Əsmanın saçı həddindən artıq dolaşır. Daramağa qoymur, ağlayır. Ona görə də belə bu dəfə dedim balzamla götürək. Yoxlayaq görək necə olacaq. Sonra bir dənə belə kremdir. Bu da universaldır. Həm üz üçündür, həm əl üçün, həm də bədən üçün. Bunu da Əsma üçün aldım. Dedim həm əlinə, həm üzünə rahat şəkildə istifadə eləyə bilsin. Lap köhnə bloqlardan məni izləyən xanımlar bilər ki, Faberlikin bir çox məhsulundan razı qalmışdım. Hansı ki, əsasən də ləkə çıxarıcı və yağ çözü idi onun biri. Bu dəfə belə yoxlamaq istədim. Bunu əvvəllər heç almamışam. Məncə təzə məhsuldur və çox yanmış yağ ləkələri üçündür. Dedim ki, bunu da bir yoxlayarıq. Daha sonra belə bir ləkə çıxarıcıdır bu da. Bu arada halal sertifikatı da var üzərində. Yəni tam arxayınlıqla istifadə edə bilərsiniz. Həm rənglilər, həm də ağlar üçün ləkə çıxarıcıdır. Bunu yoxlamamışam. Birinci dəfədə yoxlayacağam. Bu da elə bir şeydir bu, amma deyəsən Koreya sayağı belə deyim də nədirsə. Çox güman ki, ikisi də demək olar ki, eynidir. Baxım görüm. Maşında yumaq olar məncə hər ikisini də. Nəysə, bunlar haqqında inşallah istifadə elədikcə sizə məlumat verəcəm. Və bunu da ki, bilirsiniz ki, mən lap köhnələrdən, yəni həmişə istifadə eləmişəm. Deyə bilərəm ki, yeganə ləkə çıxarıcıdır ki, mən bundan razı qalmışam. Yəni, vaniş almışam, bingo almışam, yəni ləkə çıxarıcı ağlınıza nə gəlirsə, demək olar ki, almışam, istifadə eləmişəm. Elə də razı qalmamışam. Çünki elə ləkə var ki, onu çıxardır, eləsi var ki, çıxartmır. Amma deyə bilərəm ki, yeganə məhsuldur ki, ləkə çıxarıcı, Faberlikin bu ləkə çıxarıcısını çox bəyənirəm. Yəni, çox ləkəni, belə deyim, çıxardır. Bir də onun eyni, baxın, eyni bu cür olan spreydir. Baxın, bundan bu eynidir. Bundan da bu eynidir. Bunları ilk dəfə istifadə edəcəm. İnşallah istifadə elədikcə razı qalsam, sizinlə də paylaşacağam. Paltarları yuyuram. İndi bunu elə yoxlayaq hazır. Əsmanın şalvarına ləkə düşüb. Burada da ketçup ləkəsi var idi. Burada biraz püskürtək. Əsmanın şalvarı yuyuldu, qurutmaya atdım, qurudu. Ləkəni göstərmək istəyirəm də. Düzü bilmirəm o ləkə hardaydı. Amma belə hər tərəfini sizə göstərim. Tərtəmiz olub. Yəni özüdəki qalmış ləkə idi. Ona görə tapa bilmirəm hardadır. Gedib. Sonra şortikində ketçup ləkəsi var idi. Baxın, bu ön tərəfə düşmüşdü. O da gedib. Tərtəmiz, heç belə izi qalmayıb da, yəni. Ona görə də mən deyərdim ki, yeganə ləkə çıxarıcıdır ki, Faberlikin ləkə çıxarıcıları. Yəni, mən bunlardan çox razıyam. Keçən dəfə rəylərdə də soruşmuşdular məndən ki, rənglilər üçün hansı vasitədən istifadə edirsiniz, ləkələri aparsın. Ancaq bunu tövsiyə eləyə bilərəm. Dediyim kimi, vaniş almışam. Yəni, bir çox ləkə çıxarıcılardan istifadə eləmişəm, amma yenə də bunlara geri dönmüşəm. Çox yaxşıdır.
Yəni göz qabağındadır da, təmizləyir. Deyə bilmərəm ki, bütün ləkələri təmizləyir. Bəlkə elə ləkə var ki, heç onu aparmır, amma mənim istifadə elədiyim, yəni ləkələrin əsasən belə deyim də, Əsmanın paltarlarında olur. Ketçup ləkəsidir, yağ ləkəsidir, ruçka, flomaster, yəni bir çox ləkəni yoxlamışam, aparır, tərtəmiz eləyir. Burada belə sifarişlərimiz var. Bunların hamısı cehiz üçün hazırlanıb. 5 dəstir. Burada belə sadə bir ədəd belə çox gözəl dəstimiz var. Bundan yenə sifariş olunub. Bu dəstimiz də çox sifariş olunan dəstlərdəndir. Çox gözəldir. Daha sonra belə bir parçamız var. Qırçınlıdır və bunun yaşılını hazırlamışıq çox. Bu dəfə də belə çəhrayı rəngi sifariş olunub. Daha sonra belə bir dəstimiz var, kənarı kantlıdır. Belə, bu da çox qəşəngdir. Burada da belə sadə, amma çox qəşəng, zərif bir parçamız var. Belə, bu dəstlərimizi də hazırlayım. Kuryerlə indi göndərəcəm. Bayaq sizə bunları göstərmədim. Əsma üçün sifariş eləmişdim. Bunu özüm üçün sifariş eləmişdim, hərçənd. Bunu da özünə götürüb ki, bu da mənimdir. Daha sonra burada belə dodaq üçün payzam. Əsma da yanımdadır. Gözün bağlayarsan Əsma sonra bunu. Bu nədir Əsma? Hə, bu göz üçündür. Üz və göz üçün zərdir. Mənə gəlib deyir ki, sən bilmirsən, bu dodaq üçündür. Deyirəm, yox Əsma, sən bilmirsən. Bu göz üçündür. Ama o kadar görmüşüm ki bu zərli pomada üçündür. Yox, bu dəfə göz üçündür. Bir də üzvə çəkə bilərsən. Bugün qiymətləri bilirsiniz də necə bahadır. Yaxşı yaşamaq, övladlarımızın təhsilini, istəklərini yerinə yetirmək üçün biz də nəsə etməyə çalışırıq da, əlimizdən gələni eləyirik ki, nəsə bir büdcəmizə qatqısı olsun. Onu deyə bilərəm ki, Faberlik şirkətinə, yəni öz evinizə lazım olan məhsulları ambar qiyməti ilə alırsınız, büdcəyə qənaət etmiş olursunuz. Üstə gəldə ki, yəni hamısı da keyfiyyətli məhsullardır. Nömrə paylaşacağım, daha doğrusu bir link paylaşacağım. Həbibə xanımdır, həmin nömrənin sahibi. Sizə məhsulları almaq üçün öz əlindən gələn köməkliyi eləyəcək. Linki yerləşdirəcəm, linkə daxil ola bilərsiniz. Heç bir narahatçılığa ehtiyac yoxdur. Xanım özü baxır bütün istəklərə. Oradakı nömrənin sahibi xanımdır, Həbibə xanımdır. Yəni heç bir narahatçılığa ehtiyac yoxdur. Rahat şəkildə yaza bilərsiniz, qrupa daxil ola bilərsiniz. Özünüz öz sifarişlərinizi, yəni sifariş edə bilərsiniz. Qırmızı lentlərimizi də bağlamışam. İnşallah ki, Allah xoşbəxt eləsin, bəxtini, taleyini gözəl eləsin inşallah qızımızın. İndi hazırdır, verək kuryer aparsın. Bu həftənin sifarişlərindən daha bir neçəsini göstərmək istəyirəm sizə. Artıq bunu neçə dəfədir göstərmişəm. Bayaq cehiz üçün hazırlamışdıq. Ondan öncə də başqa bir müştəri üçün hazırlamışdıq və bu da başqa bir müştərinindir. Daha sonra burada belə bir dəstimiz var. Bunu göstərəndən sonra bilirəm ki, bunun sifarişi də çox gələcək. Çox gözəldir. Çox xoşuma gəlir bu parçada. Yəqin ki, çarpayda da çəkilişini eləyib göstərərəm sizə. Daha sonra burada bir belə fərqli bir modelimiz var. Çox şirindir, çox qəşəngdir. Bu da həmçinin çox şirin modellərimizdəndir. Belə göstərim. Fərqli bir yastıq üzüdür, fərqli dizayndadır. İnşallah bunun da çəkilişini eləyəcəm. Bunu da göstərim sizə. Altıda hissəsi belədir. Daha sonra bu dəstimizdən də artıq bir neçə dəfədir göstərmişəm sizə. Bunun da sifarişi çox olur. Bu dəfə belə ağla sifariş eləyiblər. Döşək üzünü belə ağ istəyiblər. Daha sonra bu da çox qəşəng. Əsasən də oğlanlar üçün, oğlan otağı üçün çox qəşəngdir. Çox zövqlüdür və fərqlidir. Daha sonra bunu da sizə göstərmişdim. Cehiz üçün istəmişdilər. O taxt üçün idi. Burada isə amma belə 2 yorğanlı istəyiblər. Bu arada
Bu 3 dəstimiz hər biri 2 yorğanladır. Bu isə 2 adyallandır. Yəni eyni müştərinindir. Bu 3 dənəsi eyni müştəriyə gedəcək inşallah. Burada da bu 2 yorğanlıdır. Həmçinin bu da belə 2 yorğanlıdır və bu da belə 2 pikəlidir. Bu formada hər biri eyni müştəriyə gedir. Daha sonra burada da 2 ədəd belə uşaq üçün olan dəstlərimizdən var. Bunlar da bacı ilə qardaşa gedir. Belə hazırlamışıq. 2 yastıq üzüdür. Və rezinli prostinləndir. Burada da rezinli prostinyadır. Və 2 ədəd belə yastıq üzü ilə hazırlamışıq. Bir də onu demək istəyirəm ki, mənim müştərilərim həm də mənim izləyicilərimdir. Sifariş edərkən bizim orada tanışlığımız da olur, söhbətlərimiz də olur. Həqiqətən, yəni necə deyim, o qədər cana yaxın, o qədər mehriban. Heç belə, yəni mən dəstləri hazırlayanda incimirəm də, o qədər belə mehribandılar, o qədər səmimidirlər. Yəni buradan da yenidən sizə təşəkkür edirəm. Mən də sevə-sevə hazırlayıram sizin dəstlərinizi. Çox xoş olur. Həm sizi tanımaq, sizinlə söhbət, həm də sizin dəstlərinizi hazırlamaq. Gedirik Sumqayıt bulvarına, Göyərçinə. Hüseynin sinif yoldaşlarım, biz analar gedirik bulvara. Əsma da bizlə gedir. Əslində biz Qəbələyə gedəndə uşaqlar həvəslənmişdi ki, orada gedəcəyik Qəbələndə, əylənəcəklər. Amma hava dəyişikliyi ilə əlaqəli biz Qubaya gedəsi olduq. Qubada da yəni əylənməyə bir şey olmadığına görə uşaqların belə deyim də həvəsi bir növ öldü. Ona görə də söz vermişdik ki, qayıdandan sonra gedərik Sumqayıt bulvarına, orada əylənərsiniz. Bugün də həmin o gündür. Gedirik inşallah. Orada görüşərik. Mən də demişəm ki, mən də əylənəcəm. Mən də bütün karusellərə minəcəm. Gedək. Əslində mən belə çox karusellə minə bilmirəm. Çünki mən də biraz belə deyim də, düşəndən sonra başım gicəlir. Orada gəliblər, Hüseyin yoxdur deyəsən. Buradan valideynləri götürməliyim. O yüzden gedeyim. Çeki ama. Qorxuruq, biraz əsiri, amma özümüzə bir özə vermirik. Zəhra saralıb, ağarıb. Niyə normalde hələ yaxşı? Это я до. После çəkərsiz də mənim. Görək necə. Seni gördüm an. Hele bir tur da var. Başları gicəlir. Necəsən Məryəm? Bir də mən hep belə əl-ayağı titrəyir. Hüseyin hələ ikinciyə minmək istəyir. Rəngin qaçır. O yavaş yavaş gətir, yavaş. O düz adam. Mən dedim yıxılacaq indi hamımız. O gün yine mi? Hər gün xala heç qorxulu deyil. Deyildi. Nə olsa yenə minək. Zəhranı bir minəndə çəkmişəm, bir də düşəndə. İki məndən olsa gəldim ya. Mən də olsa mən. Bilet alsam.
Yığışdırsan bunları. Amma sən uzaq verən də elə mənə. Bayaqçı xanım tuta bildi onu. Bir dəqiqə. O da uşaq dəydən ona görə. Bir dənə Mən sən sənə yox. heç nə verməyəcəm indidən deyim. Murat, bir dənə sən yox. Da belə. Sən yoxlama mən sən deyəcəm. Saxlaya bilərsən. Qoy ya taymeri qoşlar. Ay yox. Qoş da qoy, qoy. Ha, saxla 50 manat, saxlayamadım 5 manat. Lazımdır sənə. Deyirsən saxlaya bilərəm, saxlaya məsələn deyirəm. Ağır deyil, burası sürüşür adam ya. Burası sürüşərsən. Kızma olsa sen oynamalısın. Yaxşısan Ay salamatçılıq düşkü. Bura bax, gəlin nə deyirsən? Şey oynayır. Kim bax daş. Birini boş qoymadılar ha, hamısına mindiler. Mindi necə qışqırırlar. Bax, lazımdır sizə. Ay aman, necə kar. Necə minirlər, necə minirlər. Qeybət tayı. Sifarişimizi gözləyərkən İlkdir də. Bir ilkə imza atmışıq. Bəli, qərar verdik. Neyək? Bu bir meşok semit qalmış. Onu neyək? Zəfərin danışmalarından bir keçi başlar. Bu da şakası.